Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən davam etdirilən əməliyyat istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü Siyafət Heydəroğlu Fərzəliyevin dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb. Bölgə TV Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyevin xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edildiyi, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayon ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin video çəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etdiyi müəyyən edilib. Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən oradan Kalaşnikov tipli avtomat silahının ayrı-ayrı hissələri aşkarlanaraq götürülüb. Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 qanunsuz olaraq odlu silah, onun kompleks hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə və 274 dövlətə xəyanət maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir. Rəna Rövşən qızı, Bölgə TV.